İkincisi odur ki, elmin bərəkətli olma səbəblərindən ikincisi odur ki, min bərəkəti nəşri ilm və ta'limihi enne fihi hifzan li şeriatillahi azze ve celle. İlmin bərəkətli olma səbəblərindən biri də odur ki, öyrədilməsi. İlim öyrədildikdə Allahın şəriəti hifz olunur. O himayə olunur. Li'ennehu levla ilm lem tuhbas şəri. Əgər ilm olmasaydı, elm öyrənmək olmasaydı, elm öyrənmək olmasaydı, şəriət hifz olunmazdır. Şəriətin hifz olunması, şəriətin qorunması, şəriətdən olmayan şeylərin şəriətə müdaxilə edənlərin qarşısı alınması yalnız elmlə olur. İnsan Quran və sünnə elminə gəldikdə Allahın dinini hifz etmiş olur. Allahın dini hifz olunur. Ona görə insan bildiyi ilmi yaymalıdır. Bildiyi ilmi yaymalıdır ki, hətta şəriət hifz olunsun.